Salam müəllimlər, bugünkü dərsimiz olur fəaliyyət və onun növləri. Demək biz alt standartı keçdikdə, alt standartı belə tərif etdik. Təhsil alanların bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Biz bilik hissəni öyrənmişik. Biliyin 4 növü var. Hansılardır? Faktoloji bilik, deklarativ bilik, konseptual, prosedural, metakognitiv bilik. İndi bilik və bacarıq dedik. Bacarıq hissəni öyrənirik. Bax, o bacarıq hissə, yəni fəaliyyət və onun növləri Benjamin Bloom'un Bloom taksonomiyası adı altında ifadə olunur. Demək, 1956-cı ildə Amerika təhsil psixoloqu Benjamin Bloom bu taksonomiyanı yaradıb, yəni 3 hissəyə bölüb: idraki sahə, affektiv emosional sahə, bir də psixomotor sahə. Benjamin Bloom 1956-cı ildə yaratdığı idraki sahəni isimlərlə adlandırıb. Məsələn, xatırlamaq mərhələsinə bilik deyib. Yəni bu mərhələləri isimlərlə adlandırıb. Onun tələbələri Anderson və Krasvold 2001-ci ildə isim deyil, feillə ifadə edib həmin mərhələləri. Fəaliyyət olduğu üçün feillə ifadə edib. Və bir də burada 2 mərhələ var ki, 5-ci, 6-cı mərhələlərin yerini dəyişdiriblər. Yəni Benjamin Bloom 5-ci mərhələdə yaratmaq səviyyəsini, deməli mərhələsini yazmışdır. 6-cı mərhələdə isə sintez, yəni dəyərləndirməni 6-cı mərhələdə yazmışdır. İndi biz keçirik idraki sahənin əsas mərhələlərinə. Hansı mərhələləri var? Bir-bir öyrənək. Demək, idraki sahə 6 mərhələdən ibarətdir. Necə yadımıza saxlayırıq? İdraki 6 hərfdir. İdraki 6 hərfdir. Belə yadımıza saxlayırıq ki, idraki sahə 6 mərhələdən ibarətdir. Və bu taksonomiyalar iyerarxiya düzülüşünə malikdir. Yəni sadədən mürəkkəbə doğru göstərilib, yerləşdirilib. Demək, birinci mərhələ nədir? Xatırlama mərhələsi. Bu nə deməkdir? Xatırlama mərhələsində şagird əzbərçi biliklərini yadına salır, xatırlayır. Əzbərçi biliklərini olduğu kimi tərif, qayda necədir? Olduğu kimi heç bir dəyişiklik etmədən tərifini deyir, yadına salır, xatırlayır, təkrarlayır. Bax, bu xatırlama mərhələsinə aid olan açar sözlərdir. Xatırlamaq mərhələsi hansı biliyin növünə aiddir? Biz burada faktlardan danışırıq. Şagird yadına salır əzbərçi bilikləri, faktları. Yəni bu aiddir faktoloji biliyə. Faktoloji bilik. Digər adı nədir? Deklarativ. Xatırlamaq mərhələsi faktoloji biliyə aiddir. Yəni şagird fakt olan bilgilərini xatırlayır, yadına salır. Olduğu kimi heç bir dəyişiklik etmədən. Bu olur birinci mərhələ. Açar sözlər hansılardır? Seçmək, müəyyənləşdirmək, tapmaq, adlandırmaq, tanımaq, yada salmaq, tərif vermək, sadalamaq, təkrarlamaq, sıralamaq, xatırlamaq. Bax, bu açar sözlər idraki sahənin birinci mərhələsinə aiddir, xatırlamaq mərhələsinə aiddir. Artıq şagird əzbərçi biliklərini yada saldı, xatırladı. İkinci mərhələ gəlir. İkinci mərhələ nədir? Tutaq ki, Newton qanunları var. Şagird Newton qanunları olduğu kimi ifadə edir, əzbər deyir, xatırlayır. Newton qanunlarının mənasını başa düşürmü? Newton qanununun mahiyyətini anlayırmı? Başa düşürmü ki, Newton burada nə demək istəyir? Bu qanun nəyi ifadə edir? Newton qanunlarını öz sözləri ilə sadə dildə ifadə edə bilirmi? interpretasiya edə bilirmi? Yəni sadə dildə
deməli sadə dildə izahını verə bilirmi? Şərh edə bilirmi? Anlamaq mərhələsi budur. Şagird əzbərçi biliklərini dedi, yadına saldı. Daha sonra əzbərçi biliklərini düşünür. Bu nə deməkdir? Məsələn, isim, əşyanın adını bildirən nitq hissəsinə isim deyilir. Əzbər dedi bunu, olduğu kimi dedi. Bu xatırlama mərhələsidir. İkinci mərhələyə keçir. Nə deməkdir bu? Əşyanın adını bildirən nitq hissəsinə isim deyilir. Artıq onu anlayırsa, ona aid nümunələr gətirə bilirsə, öz sözü ilə ifadə edə bilirsə, indi mən ismi misal çəkdim, sadə bir nümunədir. Yəni artıq şagird burada hansı mərhələdədir? Anlama mərhələsindədir. Daha sonra üçüncü mərhələ gəlir. Artıq şagird deməli o tərifləri, o qaydaları əzbər dedi, yadına saldı, xatırladı. Onun mahiyyətini başa düşdü, anladı. Daha sonra anladığını tətbiq etmək bacarığı. Yəni artıq şagird məsələn Newton qanunlarını öyrənib, onun mahiyyətini başa düşüb, artıq onlara aid test edir, məsələ misal həll eləyir, artıq tətbiq edir. Deməli bu olur tətbiq etmə mərhələsi. İndi anlamağın açar sözlərini yadımıza salaq. Hansı açar sözləri var? Sonra tətbiq etmədən danışım. Deməli anlamaq odur ki, izah edir, şərh edir, nümunələr gətirir, ümumiləşdirir, təsnif edir, nəticə çıxarır, müqayisə edir, qruplaşdırır, öz sözü ilə deyir, interpretasiya edir, əsaslandırır. Yəni bunlar hamısı anlamanın açar sözləridir. Tətbiq etmənin açar sözləri nədir? Artıq şagird anladığı dərsə aid tapşırıqları yerinə yetirir. Tapşırıqları həll edir, icra edir. Deməli, açar sözlərimiz hansıdır? İcra etmək, yerinə yetirmək, həyata keçirmək, nümayiş etdirmək, səhnələşdirmək, istifadə etmək, şəkillərlə ifadə etmək, həll etmək, eskiz çəkmək, cədvəl tərtib etmək, sınaqdan keçirmək. Bax, bunların hər biri tətbiq etməyin açar sözləridir. Artıq şagird bildiyini test üzərində, məsələ misal üzərində həyata keçirir, tətbiq edir. Təhlil etmə nədir? Təhlil etmə artıq 4-cü mərhələyə gəlib çıxmışıq. 4-cü mərhələ təhlil etmək mərhələsidir. Deməli, bu mərhələlər bir-birindən asılıdır. Əgər şagird tətbiq edə bilmirsə, təhlil etmə mərhələsinə gəlib çıxa bilməz. Təhlil etmə nədir? Təhlil etmə ondan ibarətdir ki, şagird hər hansı bir məlumatı, materialı ayrı-ayrı hissələrə bölüb, onların bir-biri ilə fərqliliyini, eyni zamanda onların bir-biri ilə və bütöv şəkildə əlaqəsini müəyyənləşdirir. Deməli, təhlil etmə nə oldu? Həmin materialı, həmin məlumatı ayrı-ayrı hissələrə böldü və bir-biri ilə fərqliliyini bildi, fərqləndirə bildi. Daha sonra onların bir-biri ilə və bütöv şəkildə əlaqəsini müəyyənləşdirdi. Bu olur təhlil etmə bacarığı. Təhlil etməyin açar sözləri hansılardır? Ən vacibi, ən səmərəli yolu müəyyənləşdirmək, əsaslandırmaq, müəllifin mövqeyini müəyyənləşdirmək, əsaslandırmaq. Bax, bunların hər biri təhlil etmənin açar sözləridir. Demək, təhlil etməyə aid hansı feillər var, hansı açar sözlər var, onları bir daha deyək. Fərqləndirmək, ayırd etmək, qarşılaşdırmaq, müqayisə etmək, müəllifin mövqeyini müəyyənləşdirmək, tutuşdurmaq, yoxlamaq, sual altına almaq, əsaslandırmaq. Bax, bunların hər biri təhlil etmənin açar sözləridir. Daha sonra təhlil etmədən sonra gəlir dəyərləndirmə mərhələsi. Dəyərləndirmə mərhələsi nədir? Dəyərləndirmə mərhələsi demək burada
öz mövqeyini bildirməkdir, öz fikrini əsaslandırmaqdır, arqumentlər gətirməkdir. Hər hansı bir hadisə, problemə sistemli şəkildə baxmaq və dəyərləndirməkdir. Demək, dəyərləndirmək mərhələsi. Yəni, açar sözlər hansılardır? Qiymətləndirmək, dəyərləndirmək, yoxlamaq, əsaslandırmaq, mühakimə etmək, müdafiə etmək, qərara gəlmək. Bax, bunlar dəyərləndirmənin açar sözləridir. Daha sonra demək, burada gəlir, növbəti mərhələ gəlir, yaratmaq mərhələsi. Artıq şagird yaratmaq mərhələsindədirsə, demək, aşağıda olan o 5 mərhələdən keçib gəlib yaratmaq mərhələsinə. Bu mərhələlər bir-biri ilə əlaqəli mərhələlərdir. Yaratmaq mərhələsi nədir? Şagird deməli, əldə etdiyi informasiyalardan istifadə edərək yeni bir məhsul yaradır. Məsələn, hər hansı bir problem var, problemi alternativ həll etmək üçün alternativ yollar seçir. Qeyri-standart yanaşır. Yəni, burada məsələyə fərqli tərzdə yanaşır. Bax, bunların hər biri yaratmaq mərhələsinə aiddir. Məsələn, deyirik ki, yeni bir məhsul, həll yolu, ideya, nöqteyi nəzər yarada bilirmi? Bax, yeni məhsul, həll yolu, ideya, nöqteyi nəzər yarada bilirmi? Problemin, məsələnin alternativ həll yolunu irəli sürə bilirmi? Baxın, alternativ həll yolunu irəli sürə bilirmi? Artıq bu, yaratmaq mərhələsinə aiddir. Açar sözlər hansılardır? Quraşdırmaq, irəli sürmək, qurmaq, yaratmaq, dizayn etmək, inkişaf etdirmək, formülə etmək, tərtib etmək, birləşdirmək, icad etmək. Bax, bunlar olur yaratmağın açar sözləri. Demək, biz öyrəndik Benjamin Bloom'un idrak taksonomiyasını öyrəndik. Dedik ki, idraki taksonomiya, yəni idraki sahə 6 mərhələdən ibarətdir. Xatırlamaq mərhələsi, anlamaq mərhələsi, tətbiq etmək, təhlil etmək, dəyərləndirmək, yaratmaq mərhələsi. Bu mərhələlər bir-biri ilə sıx əlaqəlidir. Burada aşağıdan 3 dənə olan, bax bu demək mərhələlər xatırlamaq, anlamaq, tətbiq etmək. Aşağı təfəkkür səviyyəsidir. Aşağı təfəkkür səviyyəsi. Aşağı təfəkkür səviyyəsi. Deməli, aşağı təfəkkür səviyyəsində olan şagird ən azından əzbərçi biliklərini yada salmalıdır, onu başa düşməlidir. Başa düşdüyün məsələ, misal, test üzərində tətbiq etməyi bacarmalıdır. Bu, aşağı təfəkkür səviyyəsinə aiddir və burada hansı təfəkkürdür? 90% məntiqi təfəkkürdür. Məntiqi təfəkkür. Xatırlamağa biliyin hansı növü uyğun gəlir? Faktoloji. Bəs anlamaq mərhələsinə, anlamaq artıq anlayır, mahiyyətini başa düşür, oxşar fərqli xüsusiyyətlərini deyə bilir. Bu hansı bilik növünə uyğun gəlir? Konseptual bilik növünə uyğun gəlir. Demək, konseptual bilik növünə uyğun gəlir. Tətbiq etmək mərhələsi var. Tətbiq etmək mərhələsi də deməli, uyğun gəlir prosedural biliyə, bir ardıcıllıq var. Prosedural biliyə uyğun gəlir. Burada bir ardıcıllıq var, bir deməli, ardıcıl addımlardan ibarət bir sıralama var. Bu da tətbiq etmək mərhələsidir ki, üçü birlikdə aşağı təfəkkür səviyyəsinə aiddir. Bəs yuxarı təfəkkür səviyyəsi hansıdır? Onu necə yazırıq? Yuxarı təfəkkür səviyyəsi. Baş hərfləri ilə yazırıq. Yəni, burada
tənqidi təfəkkür və yaradıcı təfəkkür 90% tənqidi və yaradıcı təfəkkürdür. Ola bilsin ki, təhlil etməkdə, məsələn, məntiqi təfəkkürdə ola bilər. Yəni, 100% deyə bir şey yoxdur. Demək, biz öyrəndik ki, idraki sahə 6 mərhələdən ibarətdir. Xatırlamaq, anlamaq, tətbiq etmək, təhlil etmək, dəyərləndirmək, yaratmaq. Xatırlamaq, anlamaq, tətbiq etmək məntiqi təfəkkürə aiddir, 90% belədir və aşağı təfəkkür səviyyəsidir. Təhlil etmək, dəyərləndirmək, yaratmaq isə yuxarı təfəkkür səviyyəsinə uyğun gələn mərhələlərdir. Təhlil etmək, dəyərləndirmək demək, tənqidi təfəkkürdür, yaratmaq isə yaradıcı təfəkkürdür. Təhlil etmək dedik ki, yəni deməli, hər hansı bir mövzunu, materialı ayrı-ayrı hissələrə bölürük və onların bir-birindən fərqliliyini müəyyənləşdiririk və birini önə çıxarırıq. Və burada demək, qüvvətlendirici ədaflardan istifadə edirik. Məsələn, ən vacib, ən yaxşı olanı, yəni önə çıxarırıq. Məsələn, deyirəm ki, sinifdəki şagirdlərin 8D sinifində uşaqlar yaxşı oxuyur, amma ən yaxşı oxuyan, məsələn, deyirəm ki, ən yaxşı oxuyan Aydandır. Neynədir? 8-ci sinif şagirdlərinin bilik səviyyəsini öyrənmişəm, müəyyən etmişəm və seçmişəm ən yaxşı oxuyan, ən bilikli şagird kimdir? Artıq onu seçmişəm. Bu olur təhlil etmə mərhələsi. Bir də yeni qaydaya əsasən, demək, tətbiq etməklə anlamaq mərhələsində, yəni yeni qaydada. Əgər hazır düstur varsa, situasiyada hazır düstur varsa, o hazır düstura əsasən şagird tapşırığı yerinə yetirirsə, bu tətbiq etmək deyil, anlamaq mərhələsi olur. Nə üçün? Çünki hazır düstur var əlində. O düsturu qoyur yerinə, başlayır tapşırığı yerinə yetirməyə. Hazır düstur yoxdursa, şagird özü öyrəndiklərinə əsasən tapşırığı yerinə yetirirsə, artıq bu olur tətbiq etmək mərhələsi. Dərsimiz bu qədər. Növbəti dərslərdə görüşənədək.